Salam əziz tələbələr, bu gün sizlərlə məhsul növünün izahına baxırıq. İngilis dilində feilin iki növü var. Məlum növ active voice, məhsul növ passive voice. Məlum növdə hərəkət mübtəda tərəfindən icra olunur. Məhsul növdə isə hərəkətin kim tərəfindən icra olunduğu bilinmir. Yəni mübtəda üzərində icra olunur. Məhsul növ to be köməkçi feilinin müvafiq zaman formaları və əsas feilin participle to forması ilə düzəlir. Məhsul növünün düsturuna buradan baxa bilərik. To be plus participle to. Okay, gəlin nəqli cümlələrin çevrilməsinə baxaq. Burada addım-addım biz bunlar həmin qaydaları yerinə yetirdik və asan bir şəkildə cümlələrimizi məhsul növə çevirə bilirik. Addım 1. Məlum növdəki cümlənin tamamlığı tapılır və məhsul növdəki cümlənin əvvəlinə, yəni mübtədənin yerinə qoyulur. Addım 2. Feilin zamanı müəyyən olunur və həmin zamana uyğun to be feili qoyulur. Addım 3-də isə feil participle to-ya, yəni feilin üçüncü formasına çevrilir. Addım 4. Məlum növdə olan cümlənin mübtədəsi atılır və yaxud yalnız by sözünün şəklində də cümlənin sonunda işlədə bilərik. Məlum növdə olan cümləni məhsul növə çevirərkən obyekt hal əvəzlikləri adlı hal ilə, adlı hal əvəzlikləri isə obyekt halı olan əvəzliklərlə əvəz edilir. Gəlin bir də nümunəyə baxaq. Baxın, Kate invited me to her birthday party. Əgər biz burada nə edirik? Gəldik, tamamlığı tapdıq. Tamamlıq hansıdır? Me. Demişdik ki, obyekt hal keçir adlı hala. Həmin biz bu tamamlığımızı tapdıq, gətiririk mübtəda yerinə qoyuruq, onu da veririk adlı halda. Baxın, I. Sonra cümləmin zamanına baxırıq. Invited keçmiş zamandadır. Buna uyğun to be feili was invited. Gördük, artıq biz cümləmizi məhsul növə çevirdik. Sonra daha bir nümunəyə baxaq. I invited Kate to my birthday party. Artıq burada necə olur? By me şəklində veririk. Burada da cümlənin sonundadır deyə yenə də obyekt halda veririk həmin əvəzliyimizi. Sonra gəlin daha bir neçə qaydaya baxaq. Deməli, qaydalı feil və qaydasız feillərin fərqinə bax, necə işlənir. Məsələn, qaydalı feil olaraq David opened the door. Deməli, tamamlıq tapılır, cümlənin əvvəlinə qoyulur. The door. Tapdıq, cümlənin əvvəlinə qoyuruq bunu. Baxın, qoyduq. Feil keçmiş zamandadır, to be-nin keçmiş zamanı qoyulur. Opened deyə keçmiş zamandan, was-dan, were-dən birini verməliyik. Bunu da şəxsə görə uyğunlaşdırırıq. The door-dur deyə was verdik. Yəni də was opened. Feil keçir. Participle to-ya, opened olur. Mübtədə atılır, by sözünü ilə işlədilir. Okay, mübtədəni də atırıq və yaxud da ki, by sözünü işlədə bilirik. Yəni, biz burada by David verməyə də bilərik. The door was opened şəklində deyə bilərik. Həm də by David şəklində də verə bilərik. Baxaq bir dənə də qaydasız feildən nümunəyə. David took the books. Tamamlıq tapılır, cümlənin əvvəlinə qoyulur. Tamamlığımız hansıdır burada? The books. Bunu götürürük, qoyuruq cümləmizin əvvəlinə. Qoyduq burada cümlənin əvvəlinə. Sonra zamanımız tapılır. Took keçmiş zamanda deyə, yəni to be-nin formalı olan was və were-dən, keçmiş zaman formalı olan was və were-dən birini veririk. Şəxsə görə uyğunlaşdırılır. Were veririk. Feil keçir participle to-ya taken olur. Həmçinin burada yenə də by sözünü verilməyə də bilər, verilə də bilər. Sonra daha bir qeydə baxırıq. Məhsul növdəki cümlənin xəbərinin tək və ya cəm olması məlum növdəki cümlənin tamamlığından asılıdır. Çünki çevrilmə zamanı məlum növün tamamlığı məhsul növün mübtədəsinin yerinə keçir. Yəni, necə deyirik, şəxsə görə mübtədə və xəbərin uzlaşmasına burada diqqət yetiririk ki, cəm olarsa cəmlə, tək olarsa təklə, həmçinin də şəxslər üzrə uzlaşmaya biz fikir verməliyik. Sonra baxaq zamanların məhsul növə çevrilməsinə. Deməli, məhsul növdə present simple, indiki sadə zamanda am, is, are plus participle to. Sonra keçmiş sadə zamanda past simple, yəni was, were plus participle to. Gələcəkdə the future simple, yəni olur shall be, will be plus participle to. Yəni siz burada be-ni mütləq verməliyik gələcək zamanda. Shall-i, will-i məhsul növdə be-siz verə bilmərik. Sonra
Present perfect, indiki bitmiş zaman. Have been, has been şəklində verilir. Plus participle to. Yəni burada da artıq biz görürük ki, have varsa, has varsa, had varsa, bu binlər mütləq olmalıdır. Yəni də burada nə edirik? Uzlaşmaya diqqət etmək lazımdır. Sonra baxırıq nəyə? Past perfect. Yəni də had been, been mütləq olmalıdır. Yəni də quruluş hamısında eynidir. Participle to şəklində düzəlir. Present continuous, indiki davam edicidə. Am being, is being, are being plus participle to. Past continuous'da was being, were being plus participle to şəklində verilir. Deməli, test edərkən nələrə diqqət etməliyik? Əgər verilmiş cümlədə feil indiki sadə zamandadırsa, baxın, elect, decorate, use, feed, teach, strings və s. Variantda am, is, are axtarmaq lazımdır. Variantda been ola bilməz. Been harda verilirdi? Ya have olardı, ya has olardı, ya da ki had olardı. Bunlarda mütləq been olmalıdır. Amma biz am veririk, is veririk, are veririksə, heç vaxt been ola bilməz. Baxın, am been olmaz, is been olmaz, are been ola bilməz. Variant və verilmiş cümlə eyni sözlə başlamalıdır. Başlamamalıdır. 4. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidir. Gəlin nümunələrə baxaq, testə baxaq. She teaches economics at this university. Biz buradan nə edirik? Tamamlığımızı tapırıq. Tamamlıq nədir? Economics. Economics gətirdik, qoyduq cümlənin əvvəlinə. Cümləmiz indiki zamandadır. Teach'dir deyə is verdik. Feilimiz keçdi participle to-ya. Cümləmizi keçirmiş olduq. Nəyə? Məhsul növə. Gəlin daha bir nümunəyə baxaq. B-yə baxaq məsələn. Economics is been. Artıq burada been var deyə cümləmiz səhv oldu. Been varsa ya have olmalıydı, ya has olmalıydı, ya da ki had olmalıydı. Sonra baxırıq nəyə? C variantında she verilib, mübtəda verilib. Mübtəda varsa bu necə məhsul növdür? Deyə baxırıq. Economics is taught her at this university. Burada mübtəda her işlənib düzdür. Amma by işlənməyib deyə bunu da səhv götürürük. Sonra baxaq ikinciyə. Əgər verilmiş cümlədə feil keçmiş zamandadırsa, was və axtarmaq lazımdır. Yenə də been olmaz. Been olur ancaq have-lə, has-lə, had-lə. Variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidir. Yəni, indiki sadə zamanda necə işlətdiksə, həmin qayda keçmiş sadə zaman üçün də keçərlidir, eyni cürdür. Sonra gəlin baxaq üçüncüyə. Burada shall be-nin, will be-nin işlənməsidir, gələcək zamandadır. Feil gələcək sadə zamandadırsa, variantda shall be, will be axtarmaq lazımdır. Be mütləq olmalıdır, be-siz ola bilməz. Variantda feil mütləq participle to formada olmalıdır. Variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidir. Yenə bir dənə testə baxaq. They will pack these things in an hour. Biz buradan tamamlığımızı tapırıq. These things. Verdik cümlənin əvvəlinə. Tamamlıq tapırdıq, mübtəda yerinə qoyduq. Qoyduq mübtəda yerinə. Sonra baxırıq zamanımıza will isə will be olmalıdır. Feilimiz də participle to olmalıdır. Doğrudur. A variantı doğrudur. B-yə baxırıq. B-də will-in B-si yoxdur. Səhvdir. C-yə baxırıq. These things will be packed. Gördünüz, burada participle to şəklində verilməyib deyə feilimiz səhv götürürük. D-yə baxırıq. Burada mübtəda verilib. Olmaz. Çünki məhsul növə çevirməliydik. Sonra Y-yə baxırıq. Y-də də nə var? Artıq burada mübtəda nə işlənib? By-sız işlənib. By olmalıydı. Sonra baxırıq indiki bitmiş zamanın qaydalarına. Əgər indiki bitmiş zaman varsa, biz burada nə axtarmalıyıq? Have been axtarmalıyıq, has been axtarmalıyıq. Been mütləq olmalıdır. Been olmazsa səhv olur. Variantda zaman dəyişib had olmamalıdır. Çünki bunun keçmiş bitmişin ayrıcı olaraq məhsul növə çevrilir. Yenə də digər qaydalardakı kimi variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır. Mübtəda obyekt hala keçib by olmadan işlənməməlidir. Variantdakı feilin have been, has been olması verilmiş cümlənin tamamlığından asılıdır. Nümunəyə baxaq, testə baxaq. Biraz yaxınlaşdıraq.
Okay. Deməli, they have built a huge plant in the town. Okay. Baxırıq, bizim burada tamamlığımız nədir? A huge plant. Tamamlıqdır. Gətirib qoyuruq mübtəda yerinə. Doğrudur. Sonra has varsa, have varsa burada nə etməliydik biz? Been mütləq şəkildə verməliydik. Has been. Doğrudur. Feilimiz də participle to formasında verilib. Bu da doğrudur. Sonra baxırıq B-yə. B-də səhv nədir? Has var, amma been yoxdur deyə B-ni səhv götürürük. C-yə baxırıq. A huge plan had verilib. Had been verilib. Burada bizim zamanımız amma indiki bitmişdə idi. Keçmiş bitmişdə idi deyə bu da səhv götürülür. D-də mübtəda verilib. Olmaz. Y variantında Z-in verilib, amma by verilməyib. Bu da səhv götürülür. A huge plant have been built in the town. Okay. Burada nə verilməlidir? Have verilib. Huge plantdırsa has olmalıydı. Have verilə bilməz. Ona görə də bu variantımızda səhv götürürük. Sonra baxırıq digər zamanlara. Feil keçmiş bitmiş zamandadırsa variantda had been axtarmaq lazımdır. Variantda been yenə də mütləq şəkildə olmalıdır. Had, have, has hamısı beensiz ola bilməz. Variantda zaman dəyişib have, has olmamalıdır. Niyə? Çünki bayaq dedik ki, onun özü ayrıca bir zamandır. Sonra variant verilmiş cümlə eyni sözlə başlamamalıdır. Digər çevirmələrdə olduğu kimi bu da eynidir. By sözünün işlənməsi də digər çevirmələrdə olduğu kimi eynidir. Gəlin yenə bir testin izahına baxaq. They had found the car key. Burada deməli bizim tamamlığımız nədir? The car key. Tapdıq, bunu gətiririk, qoyuruq mübtəda yerinə, cümlənin əvvəlinə atırıq, atdıq, doğrudur. Had varsa yenə də had been axtarmalıyıq. Bu da doğrudur. Feilimiz də keçib participle to formasına, bu da doğrudur. Deməli, A variantı düzdür. B-yə baxırıq, B-də səhv nədir? B-də had-in been-i yoxdur, ona görə olmadı. C-yə baxırıq, has verilib, olmaz. Had olmalıydı. Keçmiş bitmişdirsə, keçmiş bitmiş axtarmalıydı. D-yə baxırıq, mübtəda verilib. Y-yə baxırıq, Z-dən əvvəl by sözünün işlənməli idi. Bu da verilməyib. Ona görə bunu da səhv götürürük. Sonra, əgər cümlədə feil indiki davam edici zamandadırsa, yəni də is building, are cooking. Burada qayda indiki sadə zamanda olduğu kimidir. Tək fərq arada being olmasıdır. Sadə zamanda am, is, are plus participle to, davam edici zamanda am, is, are plus being plus participle to şəklində verilir. Yəni, yeganə fərq arasında being artırılmasıdır davam edici zamanlarda. Okay. Sonra baxırıq. Feil keçmiş davam edici zamandadırsa, yenə də eyni qaydadır. Was, were keçmiş sadə zamanda, amma davam edici zamanda nə olur? Was, were plus being plus participle to şəklində verilir. Bir dənə test izahına baxaq. Freda painted Granny's portrait last evening. Okay. Görürük, burada keçmiş sadə zamandadır deyə sadəcə olaraq was painted vermişik. İkinci cümləyə baxaq. Freda was painting Granny's portrait all the evening. Artıq burada biz davam edici zamanı görürük. Onda nə etməliyik? Was being painted. Was-umuzu verdik, being verdik, sonra da feil participle to şəklində olur və doğrudur. Sonra baxırıq nəyə? Diqqət edilməli məqamlardan birinə. Deməli, bu feillər amorf feillər deyilir. İndiki və keçmiş zamanda eynidir. Onların sonunda s varsa, indiki s yoxdursa, deməli keçmiş zamandadırlar. Sonra baxaq, bir dənə nümunə, bir dənə izaha baxaq. She put some piece of cake on the table. Put deməli sonunda s yoxdur deyə biz bunu keçmiş zamanda götürürük. Burada deməli biz ilk öncə tapırıq nə? Tamamlığımızı tapaq. Some piece of cake. Gətirdik, qoyduq mübtəda yerinə. Deməli keçmiş zamandadır. Some piece of cake uzlaşmaya görə cəmdə veririk. Were. Feilimiz də keçir participle to formasına. Hər üç zamanda eynidir. Doğrudur. Sonra puts verilərsə, deməli indiki zamanda verilərsə, nə olur? Onda indiki sadə zamanı veririk. Are, put veririk və doğru formadır. Sonra deməli a lot of, some, all. Bunlardan sonra cəm isim, cəm xəbər, tək isim, tək xəbər gələ bilər. Yəni özündən sonra gələn ismin uzlaşması ilə bağlıdır. İsim təkcə, xəbər də təkdir. İsim cəmdirsə, xəbər də təkdir.
təkdir. Nədən? A lot of-dan, some-dan, all-dan sonra. Nümunələrə baxaq. I spent all my money yesterday. Deməli, burada tamamlığımız nədir? All my money. All my money was spent yesterday. Sonra Nick has planted all these trees. All these trees tapdıq, qoyduq mübtədə yerinə. Deməli, cəmdə deyə have veririk, been yerindədir. Verimiz də possible to formasında verilib, doğrudur. Sonra diqqət edilməli olan məqamlardan biri. Əgər xəbərdən sonra iki tamamlıq gələrsə, onda aşağıdakı hal doğrudur. Deməli, we gave her a nice flower. Biz ona gül verdik. She was given a nice flower. Ona gözəl gül verildi. A nice flower was given to her. Gözəl gül ona verildi. Diqqət 4. Deməli, to make feili məhsulda özündən sonra to qəbul edir. Baxaq. We made her repeat the story. Deməli, çeviririk. Her olur she. Sonra made keçmiş zamanda deyə was. Yenə də feilimiz possible to formasında və made'in özündən sonra nə verilir? To verilir. Sonra baxırıq 5-ciyə. Əgər məlum növdə tamamlığın qarşısında söz önü işlənibsə, həmin cümləni məhsul növə çevirərkən söz önü əsas feildən sonra işlənir. Look at, listen to, pay for, send for bu kimi birləşmələr işlənə bilər. Deməli, bu məlum növdədir. We sent for the doctor. The doctor tapdıq, yenə tamamımızı qoyduq mübtədə yerinə. Was sent for. Deməli, nə oldu? Deməli, burada məhsul növə çeviririk deyə söz önü əsas feildən sonra işlənir. Was sent for şəklində verilir. Sonra diqqət 6-ya baxaq. Cümləni məhsul növə çevirərkən zamanlar heç vaxt dəyişə bilməz. Yəni, hansı zamandaydısa, yəni məlum növdə hansı zamandaydısa, məhsul növə çevirərkən də eyni zamanda olmalı. Bizim zamanları dəyişmə ixtiyarımız yoxdur. Will varsa will be verəcəyik. Keçmişdirsə was were ilə verəcək, indikidirsə am is are ilə, davam edicidirsə is being, are being, am being, was being, were being, yəni bu şəkildə verəcək. Sonra baxaq nə? Əsas qaydalardan biri də budur. Məhsul növə çevrilə bilməz. Nələr? It, formal, mübtədəsi ilə başlayan şəxsi cümlələr. It ilə başlayan cümlələr məhsul növə çevrilə bilməz. Tamamlığı olmayan cümlələr məhsul növə çevrilə bilməz. Təsirsiz feil. Deməli, be, become, happen, take place, occur, appear. Bu kimi bu feillər olan cümlələr məhsul növə çevrilə bilməz. Bunları yadda saxlamaq lazımdır, çox istifadə olunur. Deməli, sonra baxırıq nəyə? Modal feillərin məhsul növünə. Modal verbs bunların düzəlmə qaydasına nəzərdir? Düstur necədir? Modal verbs plus be plus possible to. Məsələn, baxaq nümunəyə. We must take the book. Yəni, tamamlığımızı tapırıq. The book verdik mübtədə yerində. Modal feil verilir və özündən sonra da hal be verilməlidir. Mütləqdir. Modal feillərlə məhsul növü düzəldiriksə, özündən sonra mütləq şəkildə be verilməlidir. İndi isə baxırıq sual cümlələrinin məhsul növə çevrilməsinə. Deməli, birinci olaraq baxırıq qayda 1-ə. Əgər sual do, does ilə verilibsə, cavablarda am is are axtarmaq lazımdır. Yox, əgər did verilibsə, mütləq və mütləq was və were axtarmaq lazımdır. Yenə də quruluş eyni şəkildə olacaq. Do, does görürüksə, am is are, was, were plus possible to şəklində. Gəlin bir nümunəyə baxaq. Did they criticize the play? Did vermişik. Dedik ki, did varsa axtarmalıyıq, was və were axtarmalıyıq. Gördük, was criticize. Yəni də possible to şəklində verilir. Qayda 2. Məlum növün mübtədası, yəni köməkçi feildən sonra gələn söz cavablarda bay söz önü olmadan işlənməz. Yəni də köməkçi feilləri burada yada salırıq. Hansıları idi? To be-nin formaları have, has, had və do, did, does. Qayda 3. Məlum növün mübtədası bəzən dəyişilib obyekt halda them, him, us bu əvəzləri bilirik. Bu cavablarda verilir. By sözünün yoxdursa bu cavablar səhvdir. Yəni, qısa olaraq deyirik ki, bu məhsul növdə
Biz obyekt hallı olan əvəzlikləri görürüksə, onlardan əvvəl mütləq və mütləq by sözünü görməliyik. Görmürüksə, deməli, yanlış variant olaraq götürəcəyik. Sonra qayda 4. Sual cümlələrində to be plus participle to iki hissəyə ayrılmalıdır. Yəni, köməkçi feillər mübtədanın əvvəlinə keçməlidir. Okay. Deməli, birinci hissədə olacaq nə? To be-nin formaları have, has, had. İkinci hissədə nə olur? Participle to yerində qalır. Ya be verəcəyik, been verəcəyik. Bu da ki, zaman uyğun olaraq dəyişir. Gəlin bir dənə nümunəyə baxaq. What did they decorate the rooms with? Baxaq. What the rooms were decorated. Biz demişdik ki, sual cümlələrində to be ilə participle to iki hissəyə ayrılmalıdır. Görürük ki, bu həmin nümunədə ayrılmayıb. Were decorated birlikdə yazılıb, səhvdir, yanaşı gəlib. Amma ikinciyə baxaq. What were the rooms decorated with? Görürük, were ilə decorated ayrılıb. Düzdür, çünki were və decorated ayrılıb. Yəni, sual cümlələrində bunlar yanaşı gələ bilməz. Bir-birindən ayrılmalıdırlar. Sonra baxırıq nəyə? Was been, were been, is been, are been olmaz. Been hansılarla olurdu? Have-lə, has-lə, had-lə olurdu. Yəni, bunlarla ola bilməz. Gəlin, bunların üzərində bir neçə test tətbiq edək. Məsələn, when did he get the good news? Baxaq. What is the good news got? Deməli, burada nə olmalıydı? Səhvdir. Nəyə görə? Did var. Is verə bilməzdik. Was və were çevirməliydik ona görə. Sonra baxırıq. When was he got the good news? Səhvdir. Niyə? Çünki he verilib. Burada mübtəda cavabda işlənib. Ola bilməz. Çünki biz məhsul növdən işləyirik. C-yə baxırıq. When was the good news got him? Demişdik ki, əgər obyekt hallı olan əvəzliklər verilirsə, burada mütləq və mütləq by sözünü olmalıydı. Ona görə bu da səhvdir. Sonra D-yə baxırıq. When was got the good news? Demişdik ki, əgər sual cümləsidirsə, artıq bizim burada köməkçi feilimizdən participle to bir-birindən ayrılmalıydı, amma burada ayrılmayıb bir yerdə işlənir. Buna görə bu da səhvdir. Okay. Sonra baxırıq E-yə. When were the good news got? Baxaq. Burada were işlənib, amma news necə isim idi? Təkdədir, were cəmdədir. Burada was olmalıydı. F-ə baxırıq. When was the good news been got? Been verilib. Was və been olarmı? Olmaz. Been nə ilə olmalıydı? Have-lə, has-lə, had-lə işlənməliydi. Ona görə bu da yanlışdır. Sonra baxırıq part 3-ə. Burada məhsul cümlələrin seçilməsi. Deməli, nə edirik? Cavablarda to plus participle to axtarılır. Baxaq. The coach of the winner was granted by the committee. Deməli, burada baxırıq nədir? Nəqli cümlədir. Was gəlib. Köməkçi feil plus participle to var. Doğrudur. Sonra baxırıq növbətiyə. The granted coach was the winner. Deməli, yanlışdır. Niyə? Çünki was-dan sonra isim gəlib. Yəni, amma was-dan sonra nə gəlməlidir? Participle to gəlməlidir. Üçüncüyə baxırıq. The street has been dirty for months. Yanlışdır. Niyə? Has been-dən sonra dirty gəlib. Amma nə gəlməlidir? Participle to gəlməlidir. Digərinə baxırıq. This weather has been frosty. Yenə də has been-dən sonra sifət gəlib. Nə gəlməlidir? Participle to gəlməlidir. Sonra baxırıq növbətiyə. Deməli, this police have been in this district for many hours. Deməli, burada nə olmalıydı? Deməli, have been var, amma özündən sonra participle to yoxdur deyə bu da yanlış götürülür. Baxın növbətiyə. The ground covered with snow was shining in the sun. Bu da yanlışdır. Nəyə görə? Çünki burada gəlib participle one. Participle to gəlməyib. Ona görə bu da yanlışdır. Sonra baxırıq ikinciyə. Cümlə there is, there are, there was, there were, is there, are there, was there, were there ilə başlamamalıdır. Bunlarla başlayıbsa deməli məhsul növdə deyil. Sonra 3. Cümlə sifət ilə bitməməlidir. Sifətlə bitirsə yenə də məhsul növ olaraq sayılmır. Görürsünüz good, tasty, talented, delicious. Hamısı sifətlə bitib deyə məhsul növ sayılmır. 4-ə baxırıq.
Cümlə müstəqil forma hiyərik əvəzi ilə bitməməlidir. Baxaq, yours müstəqil əvəzliklə bitib. Ona görə də səhv olur. Yəni, məhsul növdə işlədə bilmirik. Sonra baxırıq nəyə? Nəqli cümlələrdə köməkçi feil və ya əsas feil ayrılmaz. Yəni, araya söz daxil ola bilməz. Hansı cümlələrdə? Nəqli cümlələrdir. Yəni, köməkçi feil plus participle to ayrılmaz. Həmişə bir yerdə işlənməlidir. Deməli, bəzən istisnadır. Köməkçi feil və əsas feil sual cümlələrində ayrılır. Bu zaman to be-nin formaları participle to-dan əvvələ keçir, cümlənin axırına deyil. Deməli, nə oldu? Nəqli cümlələrdə köməkçi feil plus participle to dəyişilməz qaydadır. Həmişə yanaşı işlənməlidir. Amma sualda köməkçi feil və participle to bir-birindən ayrılmalıdır. Bunu da bayaq baxmışdıq. Nümunələrdə yenə də baxaq. Baxın, this letter is used for making shoes. Doğrudur. Is gəlib, plus özündən sonra participle to gəlib. İkinciyə baxaq. Is this letter used for making shoes? Deməli, doğrudur. Nəyə görə? Is ayrılıb used'dan. Ona görə doğru şəkildə veririk. Sonra diqqət 2. Məhsul növdə mübtədəyə sual verərkən by sözündən istifadə edilir. Yəni, who, by ya da by whom. Who cleaned the rooms? Who were the rooms cleaned by? Şəklində verilə bilər. Ya da ki, by whom were the rooms cleaned şəklində ola bilər. Sonra baxırıq təkrar olaraq zamanların məhsul növdə işlənməsindən. Deməli, indiki sadə zamanda am, is, are plus participle to idi. Keçmiş sadə zamanda was, were plus participle to. Gələcək zamanda, yəni gələcək sadə zamanda shall be, will be plus participle to. Sonra keçmişə nəzərən gələcək zamanda should be, would be plus participle to. İndiki davam edicidə am, is, are mütləq şəkildə being, sonra participle to. Past continuous'da was, were plus being plus participle to. İndiki bitmişdə present perfectdə have been, has been, beenlər mütləq şəkildə olmalıydı. Həmçinin keçmiş bitmişdə də been mütləq şəkildə olmalıdır. Gələcək bitmiş zaman shall, will, have been plus participle to.